Bu yeni geldi, sifəti də dönüb. Günümüzü qara edəcək. Hə. Ne oldu? Salih, ne danışsan o gözüme? Heç edirəm. Ne danışırsan o gözüme? Elə belə, nə tərsən? Salih, o günler neterim yok. O günler ma dedin, dedim sen adını verin marketten. Ruslan kişinin marketinden aynı gün götürün. Dedin. Dedim ha. Ben ne dedim mesela? Dedin get götür. Dedim git götür ama pastora ver. Mən sənə adığı götürmüşəm. Mən də ki verməliyim. Ha, bildim benim adıma götürsen. Ben niye parçam adım borcu verim sana? Qardaş, sənə adığı götürmüşəm. Mən niyə verməliyəm? Hayır, ben hesaptan çıkartma. Kişi ben evlendim. Benim adım verdin götürdü. Ha. Ma göre verdilerse aynı. Verdi də. Ben yaparım borcu vermişsem. Mən yox verməliyəm, mənə satmır. Sənə adığı yazdırmışam. Hayır, beni yandırıp dövme. Ben cinatına mindim ha kişi. Ha, baş verdim, sənə adığı yazmışam ora, İsmail. Ha, benim adım yazdım sen. Hə, sən ver də. Salih yazsaydılar, mən apar verərdim. Hele mi Salih? Hə, belədir. Salih, sende günah yok. Niyə? Salih, günah mendedir. Ha, sen bu söz ağzından çıkar. Dedin apar vereceğim. Hə, mən hamıya söz verim, nə olsun ki? Hele mi? Hə, nə olsun ki? Ben hamile değiş saldım hele. Hər şey, boş Salih, bırak. bu sabah baha baş oturar. Apar zamanın sabah pulunu ver. Yolda kavağımı kesip açayım. Ha, yüzüme demediği söz kalmadı. Verdin, Neyi verdim ha? pulu verdin. Sen alıp yemişsen, karnına mezlemişsen ben niye Ya, vermeliyim? utanmadın, vermədin pulu. Salih, ya sen delisin ya ben deliliyim. Hə, dəli deyiləm, sən adı yazıblar. Sən əli utanmırsan, gəl mənim üstümə qışqırsan. Elə mi? Verərdin də. Salih, onu vereceğim. Ama onun hype'ını senden 3 kat çıkacağım. Yaxşı, baxarıq. Bakarım. Neye bakarsan ha? Günah sende diyor. Günah beni eşektedir. Yaxşı, baxarıq.